Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala a'daihim ecmaîn. Allahumme accil velikel ferez. İmam Zaman Əcəlallah Fərəcəhin ki, anası haqqında bəhsi danışdıq. Bura kimi ki, danışdıqlarımızdan sonra İslam ağanın dünyaya gəlmə tarixi haqqında da məlumata qeyd vuraq, həmçinin nəzərdən keçirək ki, bu da mühüm və lazımlı olan məhdəviyyət bəhsinin bir hissəsidir. Təəssüflər olsun ki, cəmaatın dilində var məhdəviyyət, amma başa düşmürlər. Həqiqətdə məhdəviyyət nə deməkdir? Soruşurlar ki, İmam Zaman Əcəlallah Fərəcəhin bəs tarixindən danışmırsan, mövludundan danışmayacaqsınız. Amma imamın mövludundan danışmaq məhdəviyyət deyil ki, sirəsini danışmaq məhdəviyyətdir. Məhdəviyyətin bir cüz'idir, hissəsidir. Nəinki məhdəviyyətin əslidir, özüdür. İmamın təvəllüdü o mövzunun bir bəhsin hissəsidir. Bir fəslidir, belə deyək. Rivayət kitablarına da biz baxsaq, məsələn, mərhum Şeyx Qulinin Əl-Qafisi, Şeyx Tusi Rəhmətullahi Aleyhin Əl-Qeybəsi, Şeyx Səduq Rəhmətullahi Aleyhin Kəmaləddini və s. mənbələrə biz baxsaq, görərik ki, imamın mövludu haqqında rivayətlər nə deyir? وَلِدَ عَجَّلَ اللّٰهُ فَرَجَهُ لِلنِّصْفِ مِنْ شَعْبَانَ سَنَةَ 50 və 200 ki, İmam Zaman Əcəlallah Fərəcəh hicri təqvimdə hicrətin 255-ci ili Şaban ayının ortasında, yəni 15-də nə olubdur? Dünyaya gəlibdir. Mövludu olubdur. Mərhum Şeyx Tusi Rəhmətullah Aleyhi Əl-Qeybə kitabının 234-cü səhifəsində də qeyd eləyir ki, İbn Əbceyyiddən nəql eləyir Muhammed bin Həsən bin Vəlid, o da Səffar Muhammed bin Həsən Əl-Qummi rəhmətullah aleyhdən, o da öz sənədi ilə nəql eləyir ta Həkimə binti Muhammed bin Ali Rıda aleyhissalamdan qalət bə'fə iləyyə Əbu Muhammedin aleyhissalam sənətə 50 və 200 fin-nisfi min Şəban və qal ya əmmətu, deməli ağa buyurur ki, Əbu Muhammed, yəni İmam Həsən Əskəri əleyhissalam hicrətin 255-ci ilində Şaban ayının ortasında 15-də, yəni məni çağırdı və dedi ki, ya bibi, ey bibi, bu gecə deməli iftarını mənimlə bircə et ki, mənim yanımda et. Fə innəlləhə əzzə və cəl səyəsurrukə bi vəliyyihi və hüccətəhi alə xalqih və xalifəti min bə'di. Deyir, Allah Taala insanlar üzərində olan öz vəlisini, hüccətini ki, o ki məndən sonra mənim canişirimdir, onunla səni sevindirəcək tezliklə. Yəni onun dünyaya gəlişi ilə. Həmçinin mərhum Şeyx Səduq Rəhmətullah Aleyhdə, yəni bu cür qeyd edir rivayətdə ki, Həzrət bu tarixdə dünyaya gəlirdi. Mərhum Şeyx Mufid Rəhmətullah Aleyhdə Əl-İrşad əsərində həmçinin ki, qeyd edir ki, kənəl imam bə'də Əbi Muhammedin aleyhissalam və İbnəhül Müsəmmə bi ismi Rasulillah sallallahu aleyhi və aleyh və kanə məvliduhu aleyhissalam leylətən nisfi min Şəbənə sənətə 50 və 200 və ummuhu ummi vələdin yuqal ləhə Nərcis və kanə sinnuhu ində vəfatı Əbu Muhammedin 5 sinin ki, Şeyx Mufid Rəhmətullah Aleyh deyir ki, İmam Həsən Əskəri əleyhissalamdan sonraki imam onun oğludur, adı Allah Rəsulunun adındandır və onun da mövludu dünyaya gəlişi Şaban ayının 15-i hicrətin 255-ci ilində olubdur. Anası övlad sahibi olan bir kənizdir. Atası İmam Həsən Əskəri əleyhissalam vəfat edəndə onun 5 sinin, 5 yaşı var idi. Tacül Məvalid kitabının da sahibi həmçinin yazır ki, Vulidəl İmamül Məhdi Əcəlallah Fərəcəh bisurra mən ra. Bisurra mən ra, yəni Samirra. Samirranın qədim adı Surmənra olaraq deyilibdir.
sonradan Samirra kimi tələffüzə keçibdir. Ki deməli kitab müəllifi buyurur ki, ağa deməli Samirra şəhərində dünyaya gəlibdir. Leylətən nisfi min Şəbənə bəs qablə tulu'il fəcr. Sənətə deməli 50 və 50 və 200 min el-hicri قد أتاه الله سبحانه في حالة طفولية وصب الحكمة وفصل الخطاب كما أتاهما يحيى صبيا وجعله إماما وهو طفل قد أتى عليه 5 سنين. Deməli, kitab müəllifi deyir ki, hicrətin 255-ci ili Şaban ayının ortasında günəş çıxmamışdan əvvəl Tulul Fəcrdən qabaq ağa dünyaya gəlibdir. Necə ki, Həzrəti Yahya əleyhissalama lap kiçik yaşlarında hikmət və ilahi dərk etmə əta olunmuşdu. İmam Zaman Əcəlallah Fərəcəhə də kiçik yaşlarında bütün bunlar verildi və onu Allah Teala 5 yaşında imam qərar verdi. Həmçinin Rovdatul Vaizin kitabının müəllifi mərhum Fəttal Nişapuri rəhmətullahi aleyh də yenə də ağa haqqında deyir ki, kana mevliduhu aleyhissalam, yəni mevludul İmam-ül Məhdi Əcəlallah Fərəcə yevmel cum'a nisfə min Şabanə sənətə 50 və 50 və 200 və kana sinnuhu ində vəfatı əbihi 5 sinin. وروي أنه ولد يوم الجمعة ل8 ليال خلا من الشعبان سنة 57 و200 قبل وفاة أبيه بسنتين و7 أشهر والأول هو المؤتمد. Deməli, mərhum şeyx deyir ki, İmam Zaman Əcəlallah Fərəcə hicrətin 255-ci ili Şaban ayının ortası, yəni 15-də dünyaya gəlibdir, cümə günündə. Atası isə vəfat edən İmam Həsən Əsgəri əleyhissalam şəhadətə qovuşanda 5 yaşındaydı. Və deyir, rəvayət edilib ki, hicrətin 257-ci ili Şaban ayının 8-də cümə günü atasının vəfatından 2 il 7 ay qabaq dünyaya gəlibdir. Amma şeyx buyurur ki, birinci dediyimiz daha etimad olunandır. Yəni Hicri 255'də, amma bu ikinci deyilən isə deyilibdir. Ruviyə, yəni rəvayət edilib, belə deyilib. Və mərhum Əllamə Məclisi də Bihar-ül Ənvarda deyir ki, Əqul əyyənə şeyxu fi misbəhəyni və səyyid ibn Tavus fi kitab-ül İqbal və sair-ül müəllifi kutub-ül də'vat ki, ولادته عليه السلام في النصف من الشعبان قال أبي الفصول المحمى ولد عليه السلام بسرة من رع ليلة نصف من الشعبان سنة 55 200. Deməli, Allah vəsi rəhmətli deyir ki, mən deyirəm ki, Şeyx Tusi Misbahda ki, həmçinin biri, orada bir iki kitab öyle birin ya 2 dənə kitab yazıb. Biri Misbahül Mütəhəccid ki, Mütəəccüdül Kəbir adlanır həmçinin. Seyyid ibn Tavus deyir ki, İqbal əsərində, həmçinin dua kitablarında, müxtəlif kitablarda İmam Zaman Əcəlallah Fərəcəhin mövludu ilə bağlı yazılan budur ki, Şaban ayının 15-də dünyaya gəlibdir ki, bəs ağa mərhum Şeyxül Amili də Fusulül Muhimmə adlı əsərində də imamət haqqındakı yazdığı kitabdadır. Orada deyir ki, İmam Zaman Əcəlallah Fərəcə deməli Samirra şəhərində, yenə də qədim adı ilə xitab olunur kitabda ki, Hicri 255-ci ildə Şaban ayının 15-də, yəni ortasında dünyaya gəlibdir. Həmçinin Fusulül Muxtara kitabının müəllifi də Şeyx Tusi'dən nəqləndir ki, qalə şeyx əyyədəhullah və ləmmə tuhfiyə Əbu Muhammedin Əl-Həsən ibn Ali aleyhissalam iftərəq əshabuhu bə'dəhu ələ ma həkəhu Əbu Muhammedin Əl-Həsən bin Musa Nubəxti radiyallahu anhu 14 firqatan. فقال الجمهور منهم بإمامة ابنه القائم المنتظر عليه السلام وأثبتوا ولادته وصححه الناس عليه وقال هو سمي رسول الله صلى الله عليه وآله ومهدي الأنام. Deməli, burada elə bil
Husulul Muxtara kitabının müəllifi mərhum Şeyx Tusi rəhmətullah əleyhdən nəqlən gətirir ki, deyir, deməli Şeyx Tusiyə Allah rəhmət eləsin, bəs belə nəql oldu ki, Əba Muhammed Həsən bin Musa Nobəxti belə bir məlumat deyibdi ki, İmam Əba Muhammed Həsən bin Əskər aleyhissalam şəhadətə qovuşandan sonra onun dostları və tərəfdarları 14 dəstəyə, firqəyə bölündü. Onların ümumi fikri belə idi ki, rəyi bu idi ki, İmam Həsən Əskəri əleyhissalamın oğlu Qaim Əcəlullah Fərəcə imamlıq məqamına çatıb. İnsanlar ümumi olaraq İmam Zamanın doğulmasına inanır və bunu öndə gələn, yəni əvvəlki imamlardan, həmçinin İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhdən nəql olan hədislərdə təsdiqlənməsini düzgün hesab edirdi və deyirdilər ki, Allah Rəsulü ilə eyni adı daşıyan Məhdidir, yəni eyni addadır. Eyni isimləri bölüşürlər bir-biri ilə və orada deyilir ki, inanırdılar ki, onlar iki qeybə çəkilmə olacaq, yəni İmam Zaman Əcəlullah Fərəcə üçün 2 dənə qeyb olacaq, həmin o qeyb dövrü baş verəcək, biri qısa olacaq, biri isə uzun olacaq, qısa müddətli qeyb dövründə onun bir neçə səfirləri olacaq ki, yəni o özündən sonra müəyyən bir səfirlər gələcək. فيها الأبواب والسفراء وروى عن جماعة من شيوخهم وثقاتهم أن أبا محمد الحسن عليه السلام أظهره لهم. Bəs həmin dövrdə yaşayan ki, şeyxlər, cəmaat, etibarlı şəxslər nəql edirlər ki, İmam Həsən Əskəri əleyhissalam İmam Zaman ağanı onlara göstəribdi, zahir edibdi və onun vücudunu aşkar edibdi onlar üçün. İnsanlar da İmam Həsən Əskəri əleyhissalamın vəfatından sonra İmam Zamanın elə bil neçə yaşında olmağı haqqında ixtilafa düşdülər. Bəziləri belə dedilər ki, bəs ağanın o dövrdə 5 yaşı var idi və bəziləri də dedilər ki, İmam Zaman artıq 255-ci ildə dünyaya gəlibdi. Niyə? Çünki atası 260-da vəfat elədi və 5 ildə arada fasilə var. Amma bəziləri dedilər ki, yox, 252 Hicriyyət ilində dünyaya gəldilər. Ağa dünyaya gəlibdi Hicri 252-ci ildə və yaşı da 8 olubdu. Amma təbii ki, bu həqiqətə uyğun deyil. Hər halda bir dəstə bunu özlərindən çıxardıb deyirdilər İmam Həsən Əskəri əleyhissalamın şəhadətindən sonra. Və bəziləri də belə düşünürdü ki, İmam Həsən Əskəri əleyhissalam həyatda olanda Allah Teala onun oğlunun ağlını kamillik dərəcəsinə çatdırdı və ona hikmət öyrətdi. Hətta əkməlallah əqləhu və əlləməhul hikmə və fəsləl xitab və əbanəhu min sa'ilil xalqi bihədihi sıfət. Deyir, bəs onun müxtəlif hikmətlərlə, xüsusiyyətlərlə Allah Teala zənginləşdirdi, insanlardan fərqləndirdi və sonuncu höccət qərar verdi və fərq də elə bunda idi. Çünki niyə? İskənə xatiməl hücəc. Çünki o sonuncu höccət idi. O vəsiyyəl afsiyə və vəsilərin vəsisi idi ki, ona görə də və qaiməz zaman və zamanının qaimi idi və bu mənada insanlar bunun mümkün olmasına da etiqad edirdi, inanırdı. Çünki ağıl da bunu təsdiqləyirdi ki, bu mümkün ola bilər ki, burada ağılın ziddinə bir şey yox idi və Allahın qüdrəti ilə bu şey baş verdi və buna etiqadlar var idi və Allah Teala İsa əleyhissalam barədə ki, necə ki o beşikdə o yükəllimun nəsə fil məhdi öz beşiyində o insanlarla ki danışırdı. O fi qıssəti Yəhya və ataynahul hukmə sabiyyə ayəsinə əsasən ki, Yəhyə də uşaqlıq vaxtında körpə, südəmər vaxtında ki ona hikmət əta olundu ki buyurulubdu. Buna əsasən də insanlar buna etiqad edirdilər. Və digər məsəl üçün mənbələrdə gələn məsəl üçün mərhum Şeyx Səduq rəhmətullah əleyhi məsələn Kəmaləddinə baxsaq, kitabın 322-ci səhifəsində mötəbər sənədlə ki şeyx gətirir. Burada ki nəql edir ki, qalə Ali ibn el-Hüseyin Seyyidül Abidin aleyhissalam el-qaimu minna təxva viladətuhu alən-nas həttə yəqulu ləm yulad ba'du liyuxricə hiynə yəxrucu və leysə li əhədin fi unuqihi beyətun.
Deyir İmam Zaman Əcəllah Fərəcəz haqqında İmam Zeynəl Abidin Əleyhisselam rivayət gətirir. Mötəbər sənəddən deyir ki, bizim qaimin dünyaya gəlməsi insanlara elə gizli qalacaq ki, və onlar bu fikrə gəlib deyəcəklər, hətta o həddə çatacaq. O dünyaya gəlməyib, doğulmayıb. Və bu ona görədir ki, qiyam edəndə heç bir beyyət onun üzərində olmasın. Yəni buna görə Allah Taala onu hələ dünyaya gətirməyib, o doğulmayıb və onun yalnız Allah Taala gözləyir ki, nədir? Heç kimin boynunda beyyəti olmadığı halda dünyaya gətirsin, doğulsun. Məsələn, başqa bir rivayətdə mərhum Şeyx Səduq rəhmətli Muhammed bin Əhməd Əş-Şeybani radiyallahu anh'ın sənədi ilə Həddəsən Muhammed bin Cəfər Əl-Kufi Səhl ibn Ziyad sənədi ilə ta nəql eləyir ki, Həzrəti Əbdüləzim İmam Cavad əleyhissalamdan, o da pak ata-babalarından nəql edir ki, bəs onlar da ən əmirül müminin aleyhissalam, İmam Əli əleyhissalamdan bu cür buyurdu ki, sözünün bir hissəsində sümmə qal əleyhissalam, sonra belə dedi, innəl qaimə minna, izə qamə ləm yəkun li əhədin fi unuqihi beyətun, fəlizəlikə təxfə viladətuhu və yəqibu şəxsuhu. Deyir, Əli əleyhissalam dedi ki, bizim qaimimiz qiyam edən zaman heç bir şəxsin beyyəti onun boynunda olmayacaq və buna görə də onun dünyaya gəlməsi gizli olubdur və özü qeybə çəkilibdir. Deməli, Əli əleyhissalamın izahı daha bəllidir. Həzrətin sözü daha bəllidir ki, nəinki imam dünyaya gəlmir, əslində dünyadadır. Allah onu sadəcə qeybə çəkib ki, onun dünyaya gəlişi belə gizli olub və qeybə çəkibdir ki, onun boynunda nə olmasın? Beyət olmasın ki, kiminsə beyəti, minnəti olmasın ki, ona görə onunla nəyisə keçsin. Mərhum Şeyx Nu'maninin də qeybəsində belə bir rivayət keçir ki, mötəbər sənəddir. Abdullah bin Əta nəql edir ki, İmam Baqir əleyhissalama bu cür dedi. Qultu li Əbi Cəfərin Baqir aleyhissalam, Əbu Cəfəril Baqir aleyhissalama buyurdum. Əxbirnə ənil qaim aleyhissalam, Cəlallah Fərəcə, İmam Zaman ağa haqqında mənə məlumat ver, xəbər ver. Deyir, ağa buyurdu ki, Allaha and olsun, mən o şəxs deyiləm, həmin o qaim deyiləm. Vallah, ma huva ənə. Mən o şəxs deyiləm. Mən o şəxs deyiləm ki, siz ona tərəf boylanasınız. Onun dünyaya gəlməsi məlum deyil. Yəni onun doğulması, yəni onun dünyaya gəlməsi, belə deyək ki, gizli olacaqdır, aşkar olmayacaq. Yəni ağa buna toxunmaq istəyir. Deyir, bəs sual verdim ki, bəs onun davranışı bir məyyəsi yox. Deyir, necə hərəkət edəcək, necə davranış eləyəcək, onun siləsi necə olacaq? Qalə bimə sarə bihi Rasulillah sallallahu aleyhi və aleyh hadara ma qabləhu vastaqbələ. Deyir, necə ki Allah Rəsulü davranmışdı o cür. O özündən qabaq yaranmış yanlış və əsassız əməlləri, işləri, adətləri aradan aparıb düzəldəcəkdir. Və həmçinin mərhum Şeyx Quleyninin Kafisinin 1-ci cildin 341-ci səhifəsində səhih sənədlə nəql olunur ki, bəs Əyyub bin Nuh deyir ki, İmam Rıza əleyhissalama dedim ki, ümid edirəm ki, sən bu əmrin sahibi olarsan. Allah da qan tökmədən bu vəzifəni sənə verir və bu işi sənin öhdəvə qoyur. İnsanlar da sənə beyyət edər, hətta adva neynəyərlər? Sikkə vurarlar, dirhəm vurarlar. Və duribət əd-dərahimu bi ismikə. Sənin adınla vurarlar özdə. Ki, imam buyurdu ki, biz əhl-i beytdən kimə ki məktublar yazılır, insanlar arasında tanınır, ondan şəriət məsələləri barəsində soruşurlar və ona zəkat verirlərsə, o qətlə yetiriləcək. Və yaxud da ürək ağrısı ilə yatağında dünyadan köçəcək, vəfat edəcək. O zamana kimi ki, Allah Taala biz əhl-i beytdə ona bir cavanı bu işə, bu əmrə vəzifələndirəcək. Yəni İmam Zaman Əcəllah Fərəcə qəsd edir. Deyir, onun dünyaya gəlməsi və dünyaya gəldiyi məkan gizli qalacaqdır. Onun ata-babası və nəsli amma gizli deyil. Yəni nəsəbi gizlidir. Qayrə xafiyyə fi nəsabihi. Yəni onun nəsəbi, nəsli heç bir gizlidir. Amma özünün dünyaya gəlişi ilə məkanı gizli olacaq. Ki, həmçinin Əl-Qeybədə də mərhum Şeyx Numani belə bir rivayət gətirir ki, Abdullah bin Ətadan yenə deyir, Vasid şəhərində, Vasid şəhəri Bəsrə ilə Kufə arasında yerləşir. Hətta deyilir ki, onun tarixindəki
həccə gedib gələnlər o şəhəri inşa eləmişdilər və bu adından adlanırdı. Deyir, Vasit şəhərindən həccə getmək üçün çıxdım, İmam Baqir Əleyhisselam yanına gəldim, məndən cəmaatın halını soruşdu, cəmaatı tərk edərkən onların sənin tərəfində olduğunu müşahidə etdiyimi dedim, əgər qiyam etsən, insanlar sənin arxanca gələr, deyə bunu dedim. İmam dedi ki, Yəbnə Əta, sən ağılsız adamlara qulaq asırsan. Allaha and olsun, mən sizin üçün qiyam etmə vəzifəsini öhdəmə götürməmişəm. Çünki biz əhl-i beytdən kimsə bu barədə diqqət mərkəzində olsa, o dərhal öldürürlər və yaxud yataqda can verər. Soruşdum ki, bəs yataqda can verəcək, bu nə anlamdadır, mənası nədir? Həzrət buyurdu ki, yəni dərin böyük bir iztirab, çətinlik və ürək ağrısı ilə yatağında can verər və əhl-i beytdən də kimsə qiyam eləsə, qətlə yetirirlər. O zamana qədər ki, Allah Taala bizdən bir şəxsi, bir cənci seçəcək, göndərəcək, amma onun dünyaya gəlməyinə heç kim diqqət etməyəcək. Bir sual elədim ki, o kimdir ki, dünyaya gəlməsə diqqətdən yayınar? İmam buyurdu ki, bu o şəxsdir ki, insanlar onun dünyaya gəlməyini bilmir. O sizin sahibiniz və imamınız olacaq, rəhbəriniz olacaq. Ki, hətta başqa bir rivayətdə də mərhum Şeyx Saduq rəhmətullah aleyh 3 rivayət gətirir. Birini Muhammed bin Ziyad Əzdidən nəql eləyir, digərini Əbdüləzim bin Abdullah Həsənədən nəql eləyir, o biri rivayət isə Əbu Səid Əqisadan nəql olunur. Deməli, Muhammed bin Ziyad nəql eləyir ki, Musa bin Cəfər əleyhissalamın yanında İmam Zaman Əcəllah fərci haqqında soruşdum. Dedi ki, o kənizlər seyyidəsinin övladıdır ki, və onun dünyaya gəlməsi gizli olacaq, adının çəkilməsi də insanlara ki, icazəli olmayacaq, halal olmayacaq və o zamana qədər ki, Allah onu aşkar etsin. Yeryüzü zülüm və istirabla dolduğu halda onu ədalətlə bərpa edəcək. Əbdüləzim Həsəni isə nəql edir ki, İmam Cavad əleyhissalama dedim ki, mənim ümidim var ki, sən Muhammed əhl-i beytin qaimisən, imamısan və yer üzü zülümlə dolduğu halda onu ədalətlə dolduracaqsan. İmam deyir cavabında buyur ki, ey Əbəl Qasım, bizlərdən hər birimiz Allahın əmri ilə qiyam edirik, Allahın dininə tərəf dəvət edirik. Qaim imam o şəxsdir ki, Allah onun əli ilə yer üzünü kafirlərdən və müşriklərdən təmizləyəcək və ədalətlə dolduracaq. Onun dünyaya gəlməsi gizlidir və yəğibu ənhum şəxsuhu və gözlərdən də qeybdədir, şəxsiyyəti isə qeybdədir insanlardan. Amma Əbu Səid Əqisadan nəql olunan hədisdə isə İmam Həsən Müctəbə aleyhissalam ki, nəql ki, deyir, Muaviyyə lənətullahla ki, o vaxt ki, sülh elədi. Həmin o sülh vaxtı ki, o sülh olundu. Ağa buyurur ki, deyir, sülhü etdikdən sonra cəmaat onun yanına gəldi. Və onların bəzi imamı Muaviyyə ilə beyət etdiyi üçün qınaq etdi və söz dedi ki, vay olsun sizə, nə etdiyinizi bilmədiniz. Və Allah'ın da olsun deyir, mənim öz tərəfdarları üçün etdiyim bu iş günəş şüasının düşdüyü bütün məxluqatdan daha faydalıdır. Həzrət orada deyir, Əlləzi əmiltu xeyrə li şiəti mimmə tələət aleyhi şəmsu o qarabət ki, ağı deyib, sonra deyir ki, bilmirsiniz ki, biz əhl-i beytdən hər birimizin boynunda öz zamanının zalim hakimi ilə ki, razılaşmaq, sülh etmək bir vəzifəsi yoxdur. Yəni, daha doğrusu, ağa burada demək istəyir ki, yəqa'u fi unuqihi beyətun li tağiyyə zamanihi. Deyir, bizim öhdəmizdə tağutla, öz zamanı tağutla beyyət eləmək yoxdur. Yəni, biz tağutla beyyət eləmərik, amma sülh edərik, hansı bir sazişə gedərik, hansı bir razılaşmaya gedərik. Bunda şərtləri təbii ki, o necə ki, İmam Həsən Əskəri əleyhissalam da, İmam Həsən əleyhissalam da ki, o sülhdə, bu sazişdə, yəni şərtlərini qoymuşdur. O zaman mövzunun xarici olduğu üçün onu qeyd eləmirəm. Deməli, ağa buyurur ki, Allahın ruhu İsa ibn Məryəm aleyhissalamı gəlişində ki, İmam Zamanın arxasında namaz qılacaq, Allah Teala onun dünyaya gəlməyini gizli saxlayacaq ki, və insanların gözündən də qeybə çəkiləcək. Ki,
ki, gözlərdən qeybdə olacaq. Yəni, bura qədər mövzu bizim üçün anlaşılır ki, artıq İmam Zaman Əcəlallah Fərəcə hansı tarixdə həqiqətdə dünyaya gəlibdir və eyni zamanda onun dünyaya gəlişi də necə gizli olması və səbəbi ümumi də olsa bizim üçün aydınlaşır. Əhl-i Beyt əleyhissalamın kəlamında. Vəlhamdülillah Rabbil ələmin.